Bugünkü videomuzda aqressiyadan danışacağıq. Aqressiya bizim bastırılmış hisslərdən meydana gələn bir hissdir. Çünki qaçdığımız problemlər, qaçdığımız hisslər, göz ardı etdiyimiz problemlər insanın ruhunda və yaxud da bədənində toplaşaraq aqressiya formasında üzə çıxır. Aqressiya ilə işlədiyimiz zaman biz ilk etapda meditasiya və yaxud da nəfəs məşqləri eləyə bilmərik. Çünki bu kimi texnikalar kömək edici texnikalardır və sonrakı etaplarda lazım ola biləcək texnikalardır. Lakin ilk addımlarda biz fərqindəliyimizi yüksəltməliyik ki, hisslərimizin fərqində olmalıyıq. Onları adlandırdıqda daha yaxşı fərqindəlik yaşaya bilirik. Məsələn, hissləri harda hiss edirik? Bədənimizdə harda toplaşdığını hiss edirik. Nə zamandan bəridir hisslərimizi göz ardı edirik? Bu nə zamandan başlayıbdır? Bu sualların cavabını vermək lazımdır və biz hisslərimizi adlandırdıqda ki, aqressiya, məsələn, aqressiya hissinin altında yatan hisslər, bastırılan hisslər ümidsizlik də ola bilər, çarəsizlik də ola bilər və sair və ilaxır kimi hisslər ola bilər. Yəni bu fərdi şəkildə işlənməlidir. Daha sonrakı etaplarda isə biz relaksasiya çalışmalarından və yaxud da nəfəs məşqlərindən istifadə edə bilərik.